Əziz dostlar, hər vaxtınız xeyir olsun. 3 may Mahmudlardayam. Mahmudların tam mərkəzində gözəl bir məkan açılıb. Bu məkanı sizə təqdim edəcəm. Havanın temperaturu 22 dərəcədir. Biraz yağış yağmaya başladı. Amma günəş də var. Baxın, qarşıda Saat Kulesindən düzü Alanya mərkəzə tərəf gəldiyinizdə Barbaros caddəsində sağ tərəfdə Q-Stand Cafe Desert. Q-Stand'ın Alanya mərkəzdəki filialını göstərmişdim. Bu isə çox böyük bir restorandır. Bütün bu gördüyünüz gözəl binanın bütün altını icarəyə mi götürüblər, alıblar bilmirəm. Tam altını əhatə eləyir. 2 mərtəbəlidir, amma içərisi doğrudan da çox gözəldir. Həddindən artıq qəşəng bir yerdir. Q-Stand'da olan şirniyyatlar çox dadlı idi. Yadıma gəlir. İndi bu çox sevindiricidir ki, Mahmudlara da Q-Stand gəlib və baxın necə səviyyəli düzəldiblər. Hardasa 2 gün əvvəl açıldı. Çox yeni bir yerdir. Hər şey olduqca zövqlü, gözəl. Bura açıq terasa hissəsidir. Cürbəcür, növbə-növ masalar qoyublar. Dairəvi, yəni kim necə rahatdırsa, kimə necə xoşdursa elə də əyləşə bilər. Hər şey yeni, təzə, mükəmməl bir yer açılıb Mahmudlara. Qarşısında da Rozman və Starbucks var. Tam qarşısında yerləşir. İndi isə içəri daxil oluruq. 2 mərtəbəlidir. Dediyim kimi indi yuxarıda çıxarıq. Baxın necə səviyyəli yerdir. Bəli, Mahmudlarda hər gün yeni məkanlar açılır. İndi də sezon başlayır artıq, may ayıdır. Yazın son ayı, iyundan etibarən yay qədəm qoyur və turistlər bura axın edəcək. Belə gözəl yerlərin olması əlbəttə ki, həm Alanyaya, həm Alanyanın turizminə çox faydalıdır. Burada şirniyyatdan başqa müxtəlif növ salatlar, amuletlər və tostlar da təqdim olunur. Səhər yeməyi üçün ola bilər. Yəni təmizliyə söz ola bilməz, əlbəttə ki, hər şey göz qabağında. Ən yüksək səviyyədə, ən yüksək standartlarda istifadəyə verilmiş bir məkandır bura. 2 girişi var, bu da növbəti qapısı. Bəzi yerlərdə, rəflərdə belə kitablar qoyulub. Bəlkə kimsə götürüb oxuya da bilər. Burada da böyük bir qramofon var. Köhnə və böyük qramofon. Bəli, çox səviyyəlidir, çox möhtəşəmdir. İndi isə 2-ci mərtəbəyə qalxaq, yuxarını da bərabər görək. Belə bəyaz nərdivanlarla çıxırıq yuxarıya və gəldik Q-Stand'ın 2-ci mərtəbəsinə. Burada da hər şey çox gözəl düşünülüb. Müxtəlif növ masalar, oturacaqlar. Hər şey mükəmməldir yəni. Doğrudan da çox ürək açan bir yerdir. Hamınızı Alanya'ya dəvət edirik, Mahmudlara dəvət edirik. Siz də buyurun gəlin, istirahət edin, gözəl vaxt keçirin. Mənzil, ev, torpaq, villa almaq istəyənlər isə mənimlə əlaqə saxlayın. Sizə hər cür kömək və dəstək göstəriləcək. Belə əziz dostlar, bununla da Alanya Mahmudlarda bir neçə gün əvvəl açılmış Q-Stand 2 mərtəbəli böyük məkanın videomu tamamlayıram. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.